konkret olaraq ayrı seçkiliyi var. Oğlandırsa bu idmanla məşğul olmalıdır, bu dəqiq fənlərlə məşğul olmalıdır. Qızdırsa çox pis hallarda evdə oturmalıdır, bir 9-cu, 8-ci sinifdən sonra da ailə qurmalıdır və yaxud da daha yaxşı vəziyyəti götürürüksə, orada məsəl üçün yenə də bu heç kim üçün sir deyil ki, qızları idmana cəlb eləməyə biraz pis baxırlar. Biz bilirik ki, Azərbaycanda məsələn müəllimlər faiz dərəcəsi ilə götürsək 80% qadındır. İbtidai əgər təhsili götürürsə, hətta 94-95% qadındır. Ümumi götürsək bir 78 çıxacaq. Amma rəhbər vəzifələrə baxanda orada çox təəssüf ki, 33% cəmi qadın olur. Kübra xanım, xoş gəlmisiniz. Xoş gəldik. Çox sağ olun dəvətiniz üçün. Necə hiss edirsiniz? Super. Əla. Çox ümidliyəm ki, çox gözəl bir produktiv söhbətimiz olacaq. Kübra xanım, sizi tanımayanlar üçün istəyirəm ki, əvvəlcə özünüz haqqınızda biraz məlumat verəsiniz. Başlayaq. Deməli, mən Kübra Salmanova, ingilis dili müəlliməsiyəm. Universitet illərimdən bəri özümü tapmağa çalışmışam. O müddət ərzində mən ingilis dili müəllimi kimi də fəaliyyət göstərmişəm. Mən müxtəlif, hətta belə deyək, kənd təsərrüfatı layihəsindən tutmuş müxtəlif layihələrdə işləmişəm, bankda işləmişəm, hətta 10 il. Və nəhayət bugün olduğum yerdən çox məmnunam. Hal-hazırda mən həm Azərbaycan ingilis dili müəllimlərinin təşəbbüs qrupunun rəhbəriyəm, həm təsisçilərindən biriyəm və biz orada çalışırıq ki, ingilis dili müəllimlərini istəyir Bakıdan olsun, istəyir regionlardan olsun, təkmilləşdirmək üçün hansısa bir imkanlar yaradaq. Bunun üçün biz yerli və xarici ekspertlərlə görüşlər yaradırıq. Onlayn görüşlər və offlayn görüşlər. Eyni zamanda çox belə deyək də bu işdə maraqlı olan, özünü təkmilləşdirməyə hazır olan müəllimlərlə çalışırıq ki, onlar da artıq hansısa bir təşəbbüsləri öz üzərinə götürüb başlasınlar. Və indiyə kimi, yəni bir ildir biz belə işləyirik və artıq bir neçə müəllimimiz var ki, regionlardan və Bakı ərazisindən artıq onlar özləri öz təşəbbüslərini başlayıblar. Düzdür, STEP-in dəstəyi ilə, STEP-in içində, amma yəni genişlənirik və bu bizi çox sevindirir. Eyni zamanda mən deməli English on Baku ingilis dili kursunun rəhbəriyəm. Və yəqin ki, bu qədər. Kübra xanım, sizə bu sualı verdikdən sonra mənim ağlıma belə bir şey gəldi. Biz insanlara özünüzü tapmaq məsələsindən gələndə, yəni adətən karyeradan danışırıq, düzdürmü? Sizi mən müəyyən qədər tanıyıram və elə bilirəm ki, siz həm karyera olaraq özünüzü tapmısınız, həm insan olaraq missiyanızı tapmısınız. Bəli, tamamilə düzdür. Ümumiyyətlə mən fikirləşirəm ki, sırf karyera deyiriksə və karyerada uğur deyiriksə, o təkcə belə deyək də, kobud da səslənsə, təkcə pul qazanmaq deyil. Yəni adicə gedib müəllim də olmaq, təlim də keçmək bu qazanc deməkdir. Amma hal-hazırda mən mənəvi cəhətdən çox xoşbəxtəm. Çünki bu STEP Azərbaycan daxilində biz gender məsələlərinə toxunuruq, biz ətraf mühit məsələlərinə toxunuruq, biz həyati inkişaf belə deyək də, həyat boyu inkişaf, lifelong education-a toxunuruq və bu məni çox sevindirir və şəxsən mənim özümü çox xoşbəxt edir. Çünki mən görürəm ki, hansısa həyatlara bir toxunmuş oluruq. Bunu sizdə görmək məni də aşırı xoşbəxt edir. Çünki biz kənarda insanlarla danışarkən çox adamda görmürük bunu. Nəyi görmürük məsəl üçün? İnsanlar əksərən karyerik bir hədəfi olur. Uşaqlıq dönəmində də valideynlər onlara bunu aşılayır ki, həkim ol, vəkil ol və s. kim ol. Amma bunu insani tərəflərə fokuslanmaq, sən insan olaraq faydalı olmaq, faydalılıq tərəfini mənə elə gəlir ki, biz kifayət qədər çox danışmırıq və mən də bu mövzunu danışmaq siz ideal namizədsiniz. İnşallah. Bu mövzulardan biri də bir gender məsələsidir. Gender məsələsi çox danışılır. Gender və bu belə deyim də bir klişe halına gəlib. Biz klişe halına gələn şeyləri artıq bir müddətdən sonra ümumiyyətlə müzakirəsini çox eləmirik. Biz 21-ci əsrdəyik hal-hazırda və elə bilirik ki, bu artıq keçmişdə qalmış bir mövzudur. Ona görə başlanğıc olaraq sualımı belə vermək istəyirəm. Kübra xanım, gender bərabərsizliyi nədir ümumən? Nəyi nəzərdə tuturuq? Əslində çox bu barədə yəqin ki, saatlarla müzakirə eləmək olar, amma hal-hazırda ən şəxsən məni məyus edən məsələlər odur ki,
hal-hazırda yenə də biz əgər ailələrə baxış ediriksə, görürük ki, orada konkret olaraq ayrı-seçkilik var. Oğlandırsa, yəni o əslində oğlanlara da bir ayrı-seçkilikdir. Təkcə qızlara yox. Oğlandırsa bu idmanla məşğul olmalıdır, bu dəqiq fənlərlə məşğul olmalıdır. Qızdırsa, yəni orada ümumiyyətlə iki variant var. Ya çox pis hallarda evdə oturmalıdır, bir 9-cu, 8-ci sinifdən sonra da ailə qurmalıdır. Və yaxud da daha yaxşı vəziyyəti götürürüksə, orada məsəl üçün yenə də bu heç kim üçün sirr deyil ki, qızları idmana cəlb eləməyə biraz pis baxırlar. Kifayət qədər pis baxırlar. Qızlar məsələn texniki fənlər üzrə gedirsə, buna pis baxırlar. Hazırda məsəl üçün gələcək əgər süni intellektlə bağlıdırsa, IT istiqaməti ilə bağlıdırsa, biz məsəl üçün baxaq bizim həmən sferalar üzrə fakültələrə, universitetlərə hansısa bir 10% bəlkə burada qızlar var. Yenə də bu ailədən gəlir ki, sən qızsan. Eyni zamanda əgər biz məsələn rəhbər vəzifələrə baxırıqsa, biz bilirik ki, Azərbaycanda məsələn müəllimlər faiz dərəcəsi ilə götürsək bir 80% qadındır. İbtidai əgər təhsili götürürsə, hətta 94-95% qadındır. Ümumi götürsək bir 78 çıxacaq. Amma rəhbər vəzifələrə baxanda orada çox təəssüf ki, 33% cəmi qadın olur. Deməli ki, rəhbər vəzifələrdə üstünlük, yəni bu təsadüf ola bilmir. Bu statistika əgər belədirsə, deməli ki, bu təsadüf deyil. 33% deməli ki, üstünlük verilir. Eyni zamanda bir çox hallarda məktəblərdə müəllimlər ona deyirik, necə şuuraltı bir qərəzlilik. Sən qızsan, belə eləmək olmaz. Sən axı oğlansan, filan cür eləmək lazımdır. Və o sonradan çox pis vəziyyətlərə gətirib çıxardır. Məsələn, əgər biz statistikaya baxırıqsa, əgər biz xəbərlərə baxırıqsa, biz görürük ki, nə qədər belə həftədə heç olmasa bir dənə biz o bərbad xəbəri eşidirik ki, hansısa qadın yaxın ailə üzvü bir kişi tərəfindən öldürüldü. Bu qohumu ola bilər və yaxud həyat yoldaşı ola bilər. Və o nəyə görə gəlir? Çünki sən kişisən və sən bunun üstündə olmalısın. Mən başa düşürəm, məsuliyyəti götürməlisən. Haqqa sahibsən məsələsi. Bəli, amma o axı söhbət ondan getmir ki, bu onu elə ağına qarasına, elə yeri gələndə bu öz həyatını da parçalamış olur həmin o oğlan. Həmçinin də o birisi həyata son qoyur. Yəni bu nə dindən uyğun bir şeydir, nə qanunla uyğun bir şeydir. Və o hamısı ailədə tərbiyə və çox təəssüf ki, məktəbdəki tərbiyədən irəli gələn bir şeylərdir. Və mən deyərdim ki, yəni mən bunu şişirtmirəm. Sizə deyim ki, məsəl üçün bir müəllim olaraq deyim. Mənim belə 50-60 tələbəm olmur. Çox az miqdarda tələbə hazırlayıram. Və sizə deyim ki, hər akademik il ərzində mənim heç olmasa 2 və yaxud 3 elə ailədən gəlmiş tələbəm. Məsəl üçün 2024-25-ci tədris ilini götürürüksə 3 tələbəm elə olub ki, necə olur? Kübra xanım, bizə bir neçə nümunə deyin. Həmin o tələbələrlə olan problem nə idi sizdə məsəl üçün? Onlardan ailələrdə onlara nə öyrədilirdi, nə deyilirdi? Müəyyən fənlərə getmək məsələsi nəzərdə tutulursa necə? Birinci növbədə bəli, yəni karyera seçimində azadlıq yoxdur. Çox böyük bir problem odur. Çox savadlı məsəl üçün baxırsan ki, bunun gələcəyi tutalım ki, hüquqşünasdır və yaxud nə bilim həkimdir və yaxud nədir, amma yox, sən müəllim olmalısan. Söhbət onun mən də müəlliməm və çox xoşbəxtəm ki, mən müəlliməm. Amma o insanın öz seçimi olmalıdır ki, sonra gələcəkdə o işə ürəklə yanaşa biləsən. Amma yox, sən qızsan deyimdən sənə hüquqşünas olmaq olmaz. Sən qızsan deyimdən sənə tutalım ki, IT-də necə oxuyacaqsan universitetdə, orada hamısı oğlanlardır və məsəl üçün bizim bir layihə var idi. Biz onu icra edirdik Astarada. Və qızlara təlimlər keçirdik. Tam pulsuz olaraq təlimlər idi. Bir il ərzində ingilis dili, eyni zamanda sosial bacarıqlar. Və elə alındı ki, biz deməli elanları verdik, müəllim seçdik oradan və ən yaxşı uyğun gələn müəllim kişi idi. Və o həmin o təlimə seçilmiş qızlar, hətta bir deməli nənə 2 nəvəsini gətirdi. Bir qızının qızını, digər qızının qızını. Bu uşaqlar da xalaqısı idilər.
Bir müddət gələndən sonra həmin o nənə Almaz xala zəng vurdu ki, bəs mən uşaqları çıxardıram layihədən. Ay Almaz xala, niyə çıxardırsan? Nə baş verdi? Dedi ki, bəs nəsə problem var, bəs dərslərdən məmnun deyilsiniz, nə bilim. Mən dedim, yox, problem yoxdur, çox yaxşıdır, razıyam sizdən. Amma ki, bir dənə problem odur ki, müəllimimiz kişidir. Və sual verəndə ki, yaxşı, 3 ay yarımdır siz bu təlimə gəlirsiniz. İndimi bildiniz ki, müəllimimiz kişidir? Dedi, yox, mən gətirirdim. Amma elə oldu ki, keçən səfər gələndə mən gətirə bilmədim. Atası gətirdi. Və qızın birinin atası görüb, öz qızını da çıxardıb və eyni zamanda o birisi qızını da papasına zəng vurub. Deməli bu bunun yoldaşının bacısı qızı eləyirdi. Həmin o qızın atasına zəng vurub ki, mən çıxardıram. Sən də öz qızını çıxart. Niyə? Çünki müəllim kişidir. Müəllim manyak deyil, müəllim abuser deyil. Orada heç bir xoşa gəlməz bir vəziyyət olmayıb və ola da bilməz. Həqiqətən sayılıb seçilmiş bir müəllimlərdən biri idi. Amma yəni əgər siz öz uşağınızı təlim, tədris, təhsil almağa imkan vermirsinizsə, sonra o ali təhsilli bəs qadın mütəxəssisi biz hardan tapacağıq? O çox belə böyük bir əslində sual altında qalır ki, bəs sonra həkimə də gedəndə bunlar qadın həkimlər axtarırlar. Bəs sən axı səni kimi də nə qədər atalar əgər qızlarını qoymayıblarsa oxumağa, o mütəxəssislər hardan çıxacaq? Kübra xanım, mənə elə gəlir ki, biz cəmiyyət olaraq insanı kişi və qadın kimi görürük ilk öncə. Bunun birinci mərhələsi, insan mərhələsi həmişə yadımızdan çıxır. Məsələn, kiməsə salam verirsənsə, xanım olaraq salam verirsənsə, deyir ki, kişiyə salam verdim. Bu insana salam verdim və hər gördüyün, görüşdüyün insanla nələrsə fikirləşmirsən də sən fikirləşsən bu insandır, nəzakətliyə xatirinə belə bir məncə problemimiz var. Və kişi bir xanıma salam verdisə, deyir ki, aha qadına salam verdi. Qadına salam vermə, bir insana salam verdi və bir nəzakətlik göstərdi. Bizdə mənə elə gəlir ki, bu sizin kontekstdə də burada bir müəllim var. O burada bir kişi var deyə görüb. Bəli. Çox təəssüf ki, yəni heç kişi də yox. Mən deyərdim bir manyak görüb. Potensial olaraq manyak. Amma axı həmin o atalara ümumiyyətlə mənim sualım odur ki, sən qarşında 13-14 yaşında qız uşağı görəndə, axı sənin ümumiyyətlə götürəndə, yəni mən ona inanmaq istəyirəm. Normal insanın beynində başqa bir fikirlər yaranmalı deyil. Əgər varsa o artıq diaqnozdur. Və normalda biz nəyə görə hamıdan şübhələnməliyik ki, bəs onda əks tərəfi də fikirləşək ki, müəllimə xanımdır. Və 13-14 yaşında oğlan uşağına da dərs deyir. Bəs onda bu necə olacaq? Onda biz qayıtmalıyıq 13-cü, 14-cü əsrlərə, bilmirəm hansı dövrlərə və ayrıca qızların və oğlanların mı təsirini eləməliyik və hər birində öz cinsindən olan müəllim olmalıdır. Bax, o məsələlər əslində çox belə qəribə, təsadlı bir məsələlərdir və mənə doğrudan da o insanların fikirləri çox önəmlidir ki, necə olur? Yəni bəlkə də müzakirə edib, onlar öz düşüncəni ortaya qoysalar, təəssüf ki, mən yəni sahib deyiləm elə bir müzakirələrə, elə bir nəticələrə. Bəlkə də biz nəsə bir nəticəyə gəlib çıxa bilərik ki, bəs bunu belə fikirləşirsiniz, amma bu belə deyil, belədir və yaxud hansısa bir çıxış yolu tapa bilərik. Amma hal-hazırda yəni bu bir tük kimi göstərir mənə ki, yəni okey belədir. Bəs sonra ardını necə edək? Kübra xanım, siz genderlə bağlı Azərbaycanın müxtəlif regionlarında layihələr həyata keçirmisiniz. Statistikalar nə deyir bizdəki vəziyyətlə bağlı? Əslində statistika çox belə maraqlıdır və mən sizə deyim ki, o statistikanı mən çıxaranda mənim özüm üçün nə dərəcədə təəccüblü idi. Bir o qədər də kimlə danışmışam hər kəs üçün. Çünki təəccüblüdür. Mənim özüm üçün də təəccüblü olub və açıq deyib ki, bundan sonra kimlə mən müzakirədə olmuşam, hər kəs deyir ki, bəs necə belə? Deməli statistika əsasən ilk yerdə erkən nikahlar da olsun, erkən uşaq analığı da olsun, ilk yerdə bizdə Şəki rayonu dayanır. Hər kəs onu fikirləşir ki, Cənub regionu. Amma məsələ odur ki, Astara rayonu ikinci yerdə, birinci yerdə Şəkidir. O da yəqin ki, onunla bağlıdır ki, Şəki şəhəri özü bəli, çox turistikdir, çox gözəldir. Əslində bütün bölgələri sevirəm. Amma orada dağ kəndləri çoxdur və onlar artıq o statistikanı formalaşdırır. Və həddindən artıq yəni acınacaqlı bir rəqəmlərdir. Və əgər erkən nikahları qeydə
almırlarsa və məsəl üçün tutalım ki, statistika ilə baxaraq ki, 13 analıq artıq başqa məsələdir və tutalım ki, 13 erkən nikah qeydiyyata alınıbsa, belə deyək də, case göstərilibsə, burada görürük ki, tutalım ki, 78-ni mən səhv eləyə bilərəm, səhv eləmirsəm elə 78 uşaq ana olub, məsəl üçün bu həmin bu il ərzində və çox acınacaqlıdır. Şəki, sonra Astara, sonra digər regionlar, yəni o yuxarı zonalara da gedir, o cənub zonasına da gedir, amma yəni deyək ki, qərb zonasında da eyni məsələlər yəni ortaya çıxır. Kübra xanım, məktəb təhsil kontekstində müəllimlər fərqinə varmadan bəlkə bu stereotipləri necə gücləndirirlər? Əslində bu çox belə böyük mövzudur və təkcə mən deməzdim ki, Azərbaycan kontekstində ümumiyyətlə, yəni bu şuuraltı qərəzlilik çox böyük yer alır. Çünki var bir statistik konkret göstəricilər, məsəl üçün filan qədər insan ailə qurdu, filan qədər universitetə daxil oldu. Bir də o statistikaya gəlməyən xırda-xırda çoxlu nüanslar var gündəlik həyatımızda. Yəni bunu məktəb kontekstindən istəyərdim biraz baxaq. Axı sən qızsan. Bizim çox böyük problemlərimizi gətirib çıxardıq. Axı sən tələbəsən, şagirdsən yox. Axı sən tərbiyəli bir ailənin evladısan yox. Nəyə görə məsələn tutalım ki, idmanla məşğul olmaq sırf oğlanlara aiddir. Nəyə görə qız tutalım ki, fərq yoxdur, futbolda maraqlanırsa, deyək ki, basketbolda maraqlanırsa, ona biraz çəpinə baxırlar. Söhbət ondan getmir ki, yoxdur, amma çox az bir faiz var. Nəyə görə? Çünki o hamısı istəyir ailədə, istəyir məktəbdə təsir göstərir və orada bir çox böyük, önəmli məsələ var ki, o mən ona deyərdim zorakılıqda belə deyək. Ailə tərəfindən əgər varsa, məsələn, çox olur ki, valideyn deyir ki, onun ailəsi, onun tutalım ki, atası çox sərtdir, çox konservativdir və s. Amma heç vaxt mən görməmişəm ki, həmin bu müəllim çalışsın ki, birazcık da olsun təsir göstərsin. Məsəl üçün dəfələrlə olub ki, xaricdə təhsili nəzərdə tutsaq, qızlarımız var ki, çox açıq fikirli, çox belə deyək, potensiallı qızlardır və gedib oxuya bilər və hətta burada heç maddiyyat yoxdur, çünki stipendiyaları qazanmaq olur və təqaüdlə gedib oxuya da bilərlər. İstəyir bu tutalım ki, qısa müddətli proqramlar olsun, istəyir bakalavriatura olsun, istəyir də kifayət qədər məşhur flex olsun. Heç vaxtı valideynlə müəllim özü bir addım atıb işləmir. Belədir. Onu düzdür belədir, amma təkcə Azərbaycanda deyil, elə dünya üzrə var bu. Elə Amerikanın özündə də var bu. Sadəcə olaraq bizim onlarla fərqimiz də odur ki, onlar çalışırlar bunu dəyişsinlər. Bizdə hər kəs deyir ki, özləri bilər. Amma məsələn keçən illəri biz elə bir tədbir keçirdik. İnşallah qismət olsa bu ildə eləmək istəyirik. Deməli, BMT-nin 16 günlük aktivizm proqramı var. Gender əsaslı zorakılığa qarşı. Noyabrın axırından dekabrın əvvəlinə kimi davam edir. Və həmin 16 gün ərzində bizim belə bir tədbirimiz oldu. Hardakı biz psixoloq, gender üzrə ekspert elə BMT-nin özündə işləyirdi xanım və hüquqşünas dəvət eləmişdi. Kimlər ki o barədə danışdı. Susmaq nəyə, hansı travmalara, hansı fəsadlara gətirib çıxarır? Bu birinci məsələ. İkinci məsələ, statistika üzrə nə dərəcədə çoxdur? Bu istəyir sui-qəsdlər olsun, istəyir qətllər olsun, istəyir daha az fəsadlı bir neqativ nəticələr olsun. Və ondan yanaşı bizim hüquqşünas xanımımız da var idi, hansı danışdı ki, müəllimin hansı hüquqları var və mən deyərdim ki, hüquqdan başqa bu biz müəllimlərin məsuliyyətidir. O faktları görəndə necə hərəkət eləməliyik, hara müraciət eləməliyik, hardan dəstək almalıyıq. Yəni burada söhbət ondan getmir. Mən görmüşəm gedib valideyni polisə verəcəm. Çox adam elə fikirləşir ki, yox mən polislə nə işim var. Amma bəzən olur ki, adicə söhbət əsasında hansısa bir nəticəyə gəlib çıxmaq olur. Hansısa bir
statistikaları göstərməklə, hansısa bir elə icmalardan nümunələr gətirməklə biz dəstək ola bilərik həmin o uşaqlara və onların həyatının, gələcəyinin qurulmasında. Onu bizim icmada kifayət qədər belə deyək, işıqlandırmırlar və hər kəs başını ağrıdıb, belə kobud formada desək, o işdən məşğul olmur ki, gəl bir dəyişiklik edək. Belədir, vəsə. Aydın. Siz danışdıqca mənim ağlıma 2 nümunə gəldi. Deməli, mən kiçik yaşlarımda məktəb nənəm var mənim bir dənə, indi xeyli yaşlıdır. Deməli, mən belə ucadan güləndə deyir ki, səsini çıxarma. 32 kişinin 32'sini də göstərdi. O mənə ürəkdən gülməyə qoymurdu ki, Burak xanım, bir gülmə ucadan, sən xanımsan, qızsan olmaz. Düzdür, belə ümumi kontekstlərdə bəzən də kiməsə bəlkə də hansı səsilə mane olmamaq xətrinə səsini biraz azalda bilirsən. Amma onu oğlan güləcəksə ona deməyəcəklər ucadan. Bu problem odur. Bir var ki, o yanaşmadadır problem. Bir var ki, deyirsən ki, bəs sənlə yanaşı o tərəfdə də kimlərsə olur. Bunun xəstəsi ola bilər, bunun işləyəni ola bilər. Onlara mane olmadan. Bir də var ki, qızsan ona görə gülmə. Bəs sən oğlan olsaydın, gülsəydin, problem olmayacaqdı. Nənəm mənim, sən məni gender zorakılığına məruz qoymusan. Gəlirəm haqqını hesabını almağa səndən. Daha bir nümunə yadıma gəlir ki, mənim öz şəxsən atam çox belə biz kənddə böyümüşük, amma dünya görüşlü insan idi ki, bəs o dövrdən deyir ki, get xaricə, ora get, bura get və s. Amma bizim bir qohumumuz var idi. O yadıma gəlir ki, qızını 9-dan çıxarmışdı. Və atam onu inandırmağa çalışırdı ki, qız təhsil almalıdır və dünya görməlidir. O ona inandırmağa çalışırdı. O isə əks arqumenti belə idi. Deyir ki, bəs savadlı insan deyildi əslində belə. Deyir ki, bəs mənim qızım gedəcək, oxuyacaq, işləyəcək. Hər yoldaş gecə Sorum onu almayacaqlar. Ən böyük arqument. Başqa bir arqumenti var idi. Deyir ki, bəs o yoldaş evdə oturacaq, bu gedib onu bələdiyində saxlayacaq. Yəni pul qazanıb onu saxlayacaq. Bu hissəsi gəlir ki, bəlkə ikisi də çalışıb, ikisi də nəsə eləyəcək. Belə bir arqument ilə sürmüşdü o vaxtda. İndi siz deyəndə yadıma gəldi ki, bu situasiya baş vermişdi əslində bir dəfə keçmiş zamanlarda. Əslində Həsən bəy Zardabinin bir sözü var ki, bütün xalqların mədəniyyəti və inkişafı qadınların mədəniyyəti və inkişafı ilə bağlıdır. Yəni əslində biz o istiqamətdə inkişaf edirdik. Kifayət qədər böyük addımlar da atırdıq. Tutalım ki, deyək ki, 20-ci əsrin əvvəlində, 19-un axırında məsələn qadınların seçki hüququ və s. və ilahır bizim qadın bəstəkarlarımız olurdu. Bizim elə Hacı Zeynalabdin Tağıyevin dəstəyi ilə xaricdə oxuyan qızlarımız da olurdu. Sonra amma bir anda bilmirəm o Sovet dövrünün gəlməyi idi, o işğalın altında olmaqdır və yaxud başqa bir məsələlər nələr təsir elədi, amma sonra elə bil ki, reqres getdi və indi biz bir də yenidən başlayırıq eyni prosesləri. İndi xaotik də elə bir çox az bir qism doğrudan da o elə bil ki 20-ci əsrdə irəliləmiş insanların soyundan gələnlərdir bilmirəm. Daha böyük bir qism sanki ondan da daha əvvəlki nəsil nümayəndələrdir sanki. Yəni bir qism çox tutumludur, icazə vermir. Bir qism daha açıqdır. Daha açıq, daha rahatdır. Siz özünüz məruz qalmamısınız hər hansı bir gender ayrı seçkiliyinə? Çox maraqlı məsələdir ki, şəxsən mən yox, bəlkə də o xarakterdən irəli gəlir ki, yəni mən onu hiss edəndə həmişə uzaqlaşmağa çalışmışam. Amma çox belə uzaqlarda olmayan bir hadisə var idi. Çox qəribə bir hadisə idi. Yəni o mənim beynimdə hələ də fırlanır ki, yəni mən heç vaxtı 21-ci əsrdə qadın professionallara qarşı o münasibət, digər xanımdan o münasibəti görməyə və bu gördüyüm mühitdə ona rast gəlməyə heç vaxtı mənim ağlıma gəlməzdi. Bir belə deyək, bir görüşmü deyim, iclas mı deyim var idi və orada xanım professionalları idi. Və rəhbər necə dedi? Dedi ki, bəs mən bundan sonra qadınlar işə götürməyəcəm. Siz qadınlar problem yaradırsınız. Yəni rəhbər özü xanımdır. Və rəhbər özü də həmişə, yəni mən onun dilindən eşitmişəm ki, bəs ailədə ata nüfuzu deyək də, elə deyirlər, nüfuzu olub. Amma onu bu şiddətmi qəbul edib, etməyibmi, onu belə deyək də model kimi özünə götürüb təbliğ edirmi,
Onları bilmirəm. Amma mən onu bilirəm ki, həmin o otaqda olan qadınlar, məsəl üçün mən düşündüm ki, mənim növbəti addımlarım bəlli idi mənim üçün, ondan çox qabaqdan, o heç. Amma mən düşünürdüm ki, oradan çıxıb o xanımların bir çoxu, belə deyək də, ərizələrini yazacaqlar. Və sonra mənim üçün çox belə qeyri-adi, çox belə təəccüblü oldu ki, cəmi bir nəfər bunlardan ərizəsini yazdı. Yəni o sözlər doğrudan da bunun mənliyinə toxundu ki, heç bir kəs, yəni fərqi yoxdur. Rəhbərdir, rəhbər deyil, qadındır, kişidir. Məni o cür alçalda bilməz. Yəni heç bir bunların minusunu görməmişdi. Demirdi ki, məsəl üçün, ay filan kəs xanım, sən filan hərəkəti düz eləməmisən. Siz qadınsınız və mən sizi aşağılayıram və mən ona görə kişilər işə cəlb edib onları götürəcəm. Və yəni mən düşünürəm ki, bəli, bu cinsi qısnamadır və bu akademik mühitdə baş vermişdi və bu 21-ci əsrdə bəli baş vermişdi və bu elə bir xanım tərəfindən baş vermişdi ki, o özünü kifayət qədər dünya görüşlü və savadlı hesab edir. Lakin travmalarından təmizlənməmiş, hə? Kübra xanım, bəs bu dərsliklərdə necə? Hər hansı bir ayrı seçkili və s. görmürsünüz? Bunu niyə deyirəm? Mən bir dənə, məsəl üçün, biz hal-hazırda bullyinglə bağlı, qısnama ilə bağlı çoxlu söhbətlər aparırıq genel olaraq. Amma biraz əvvəl mən qızıma bir dənə nağıl qulaq asıram. Nağılda, qoğal nağılda bildiyimiz, qoğal belə fırlanır, dovşana deyir ki, sən çəpgözsən, ayıya deyir ki, sənin ayaqların əyridir. Nə bilim, hərəsindən bir söz deyə-deyə gedir də. Bu, axı, uşaq üçün olan bir nağıldır. Bunu başdan bu qoğal hamını belə qısnaya getdi, hamına belə təsir elə getdi. Bunu burada nümunəsini gördüm, bir dənə ağlıma gəldi. Bəs bu genderlə bağlı hansı bir nümunələri kitablarda, dərsliklərdə görməmisiniz? Əslində, hazırda müasir kitablarda, bəli, müəlliflər sağ olsunlar, o istiqamətdə çox çalışırlar və o sevindirici haldır ki, bax, həm inklüzivlik, həm gender bərabərliyini çalışırlar ki, salsınlar. Çox gözəl. Amma bir məsələ var ki, bu kifayət deyil. Yəni bir dərslikdən şagird, tələbə fərqi yoxdur. Bir o qədər də belə deyək də almır. Nəinki müəllimlə ünsiyyətdən alır. Yəni burada subyektiv faktor çox önəmlidir. Müəllim yəni onu bir mətn kimi verdi, yox. Onu orada çox sağ olsunlar. Müəlliflər həqiqətən yalnız çox sevindirici haldır ki, salırlar. Amma müəllim özü ona diqqəti fokuslamalıdır və mən çox hallarda görürəm ki, o yoxdur. Yəni bu tekstdə oxudu. Axı o uşaqdır, fərqi yoxdur. Yəni ibtidai sinif olsun, yeniyetmə olsun, onun diqqətini ora fokuslamazsaq biz, o onu anlamayacaq, qavramayacaq. Yəni oradan götürməyəcək ki, sən demə, bəlkə hansısa bir super zehni inkişaf eləmiş 2-3 uşaq götürəcək. Amma mütləq ki, dərs planında, dərsin kontentində onlar işıqlanmalıdır. Uşaqların diqqəti ona cəlb olunmalıdır və onu mən görmürəm. Və çox hallarda da müəllimlər onu nə ilə əsaslandırırlar? Onsuz da bizim dərs planlarımız, kurikulum dəhşətdir, biz çərçivədən kənara çıxa bilmirik, heç bir əlavə bir şeylər gətirə bilmirik. Yəni əslində o qədər hamısı bir-birinə bağlı bir məqamlarda olar ki, yəni mən bu dəqiqə müəllimləri günahlandırmıram. Sadəcə olaraq yəni onu çatdırmaq istəyirəm ki, təkcə kitabda olmaq kifayət eləmir. Eyni şey məsəl üçün suverenlik məsələsində. Ki, məsəl üçün milli mənəviyyatımızı biz kitablarda var, artıq əks olunur, çox gözəldir. Amma axı o kifayət eləmir. Müəllim onu abartmasa, qabartmasa, göstərməsə, uşağın, yəni o sırf psixologiyadır. Uşağın beyni onu özü götürüb, analiz edib ortaya çıxarda bilməyəcək. Çünki çox təəssüf ki, bizdə kritik tənqidi, düşüncə bacarıqları bir o qədər inkişaf olunmur və onlara da diqqət ayrılmır. Və sırf bax bu kontentə əgər biz diqqət yönəltsək, elə o tənqidi düşüncəni də onunla artırmış olarıq və yenə də deyirəm, onlar hamısı çox bir-birinə bağlı bir məsələdir. Kitabda var, amma onu abartmaq lazımdır və uşaqların onu analiz eləmə bacarığının üstündə çox-çox işləmək lazımdır. Yəni fərqi yoxdur, bu ətraf mühit də ola bilər, gender də ola bilər, yenə deyirəm, inklüzivlik də ola bilər. Amma onun üstündə işləmək çox önəmli məsələdir və o boşluqdur. Fərqindəliyimiz aşağıdır elə bil. Kübra xanım, fərqində deyilik. Onu avtomatik rejimdə gedirik və arada sual vermək yadımıza düşmür. Çünki tələbə də, müəllim də hamısı nəyə fokuslanıb? Testləri bitirib
gedib həmən o testləri uğurla verib məktəbi bitirib universitetə daxil olmaq. Amma burada bir analiz bacarığı, burada bir düşüncə, müzakirə və s. belə onlar qalır hardasa arxa planda ki, o əsas məsələ, o test məsələsini bitirəndən sonra və ona artıq çox təəssüf ki, vaxt qalmır. Zəncirvari məsələdə elə bil ki, Kübra xanım, ki o müəllimlərin ona diqqət yetirməsi üçün təhsil sisteminin bura diqqət yetirməsi lazımdır. Bəli. Cəmiyyətin bura diqqət yetirməsi lazımdır. Kübra xanım, hansı işlərin görülməsini istəyirsiniz bu məsələ ilə bağlı? Görmək istədiyiniz o cəmiyyətin gender bərabərliyinin təmin olunması ilə bağlı, fərqindəliyin artması ilə bağlı nə işlər görülməli? Nələr olmalıdır? Əslində, yəni bu çox belə kompleks şəkildə yanaşmalıyıq. Həmi biz müəllimlər, həmi belə deyək, dövlət tərəfindən, təhsil qurumları tərəfindən, həmçinin də icma və valideynlər tərəfindən. Məsəl üçün, hal-hazırda mənim bir ideyam var. Bayaq dediyim kimi o 16 günlük gender əsaslı necə idi? Gender əsaslı zorakılığa qarşı aktivizm. Bu illəri o elan olunub, deməli digital rəqəmsal təcavüz, bəli. Və bu çox önəmli bir məsələdir. Əslində mən düşünürəm ki, onu biz çox gözəl işıqlandıra bilərik. Çünki bunu kiber təhlükəsizliyə gətirmək çox önəmli məsələdir. Heç kim üçün sir deyil ki, hazırda yəni o məsələlər baş verir. Hansısa xanımın, uşağın yeniyetmənin şəkilləri paylaşılır. Ondan sonra o çox böyük bir skandallara gətirib çıxarır və çox acınacaqlı fəsadlar olur. Və bunu işıqlandırmaq üçün, məsələn, adi bir şey deyim də, mən əslində onu təşəbbüsü irəli sürmüşəm, hələ ki dəstək ala bilməmişəm. Məsələn, regionlarda çox gözəl açıq başlı tələbələrimiz var ki, və valideynlər də onlara dəstəkdir. Onları biz təlimləndirə bilərik, materialları təqdim edə bilərik və onlar artıq özləri öz icmasında, yəni icma deyəndə mən böyük bir şey nəzərdə tuturam. Öz məktəbi, tutam ki, dostlarının məktəbində balaca o barədə məlumat yaya bilərlər ki, məsələn, sənin şəkil paylaşmaq filan fəsadlara gətirib çıxarda bilər. Eyni zamanda, məsələn, sənin e-mail yaratmağın o ayıb bir şey deyil. O sənə heç bir fəsad verməyəcək. Məsələn, indi bu dəqiqə mən sizə deyim ki, məsələn, o ali savadlı müəllimlər var ki, yəni biz iş əsnasında mən çox e-maillə işləməli oluram. Və elə bir e-maillər olur ki, məsələn, XXX, YYY, 13-15 nə bilim nə. Və yaxud Heart and Flower. Əxlaqlı, tərbiyəli insan e-mail adı. Yəni baxırsan özün də xəyallaşırsan. Amma buradan çoxlu şəkillər götürüb paylaşır şeyə. Bəli. Hər yerə şəklini. Bəli, şəkli qoyur və sonra bu şəkillər də harasa gedir. Yəni o barədə yəni təkcə bir istiqamətdə alınmayacaq. Bunu hər tərəfli eləmək və gənclərin mən o yaşın xüsusiyyətidir. Mən tutalım ki, mənim də qızım yeniyetmədir. Mən qızıma bir şey deyəndə o bir cür qəbul edəcək. Onun öz dostu onu deyəndə o başqa cür qəbul. Və yaxud mənim qızım tutalım ki, başqalarına deyəndə onun dilindən eşitmə, öz dostunun dilindən eşitmə, onlara daha rahat olacaq davranmaq. Nəinki hansısa bir mama, hansısa bir valideyn, hansısa bir tutalım ki, nə bilim, məmurun dediyi. Yəni o yaşın xüsusiyyətidir. Orada heç bir pis şey yoxdur. Amma onu biz istifadə eləyə bilərik. Niyə də etməyək? Xüsusən bunu vurğulamaq istəyirəm. Biz tez-tez yaxınlarımıza deyirik ki, bu xüsusən də WhatsApp profillərində və ya başqa bir internet saytlarında uşaq şəkillərinin paylaşılması bunun nə qədər təhlükəli olduğunun əslində belə deyim, kifayətlə çatdıra bilmirik insanlar ki, bu çox təhlükəlidir. Belə ki, xanım, başqa deyəcəyiniz, mənim sualı vermədiyim, amma sizin demək istədiyiniz hansı bir məqam varmı? Mənim istədiyim əslində odur ki, yəni bu vəziyyətdə bizə həddindən artıq bizə deyəndə, yəni icmaya belə deyək, müəllimlərə deyək, çox böyük dəstək lazımdır. Yəni nə qədər çox adam laqeyd qalmadan əl-ələ tutub köməkliklə bir dəyişikliklər eləsək, bir o qədər də düşünürəm ki, yaxşı nəticə alarıq. Çünki məsələn, hansısa bir tədbiri biz fikirləşirik, amma yəni bizim heç bir maliyyəmiz yoxdur. Bütün tədbirlərdə biz ictimai əsaslarla istəyir. Yəni təşkilati baxımdan çox gözəl ki, bizim çox gözəl əslində komandamız var və çox sevindirici haldır ki, biz böyüyürük. Və çox gözəl ki, yəni icmadan indiyə kimi tədbirlərə
dəstəklər alırıq onları keçirməyə. Çox təəssüf ki, kifayət deyil. Yəni nə qədər çox olsa, elə bilirəm ki, bir o qədər yaxşı olar. Təşəkkür edirəm Kübra xanım. Çox sağ olun gəldiyiniz Sağ olun, görə. çox sağ olun vaxt ayırdığınız üçün. Çox xoş oldu. Təşəkkürlər, yaxşı gəldiniz. Sağ olun, çox Sağ olun.